Gecə qalx, Allaha dua elə, hidayət olmayan ata-anan üçün, qardaşın və bacın üçün, qohum, əqraban üçün Allah Taala'dan hidayət istə. Və vallahi qardaşlar, hər birimiz Allahdan onlar üçün hidayət istəmədiyimizə görə böyük bir peşmançılıq keçirəcəyik. Allah sənə şans verib, Allah sənə möhlət verib. Birinci özün ibadətdə və doğru yoldasan. Və fürsət verib ki, sən onlar üçün Allaha dua eləyəsən. Onlar da hidayət olsun. Lakin dua eləməsən, Allah səni cənnətə, onları cəhənnəmə aparanda öz halını fikirləş. Necə olarsan? Sən cənnətə, ana cəhənnəmə. Sən cənnətə, ata cəhənnəmə. Allah Teala buyurur ki, fəriqun fil cənnəti və fəriqun fis səir. O gün bir dəstə cənnət, bir dəstə cəhənnəmdə olacaq. Təsəvvür etsən, gedirsən cənnətə, necə ləzzət alacaqsan? Sən bilə-bilə ata-ana gedir cəhənnəmə. Allah hamımızı qorusun. Allah Teala valideynlərimizə hidayət versin.